Suyu istənilən temperaturda rahat və təhlükəsiz şəkildə əldə etmək istəyirsiniz? Haqqında danışacağım bu termopod modeli gündəlik həyatınızı xeyli asanlaşdıracaq. Cihaz 5 litrlik əsas rezervuar və əlavə 600 ml çaynik həcmi ilə həm fərdi, həm də ailəvi istifadə üçün uyğundur. Geniş həcm suyu tez-tez doldurmadan uzun müddət istifadə etməyə imkan verir. Sensorlu idarəetmə paneli cihazla təmasınızı rahat və sadə edir. Ekranda yer alan dərəcə göstəricisi suyun temperaturunu real vaxtda izləməyə şərait yaradır. Xüsusilə 35 Selsi dərəcədən 95 Selsi dərəcəyə qədər 8 mərhələli dərəcə seçimi ilə körpə yeməkləri, müxtəlif çay növləri və digər içkilər üçün temperaturu dəqiqliklə təyin etmək mümkündür. Cihazın daxili örtüyü paslanmaz polad materialdan hazırlanır. Bu material antibakterial səth kimi tanındığı üçün suyun daha təmiz qalmasına, bakteriya və qoxuların qarşısının alınmasına kömək edir. Termopodun korpusu isə metaldan hazırlanıb. Bu isə cihazın istiyə və zərbələrə qarşı davamlı olmasını təmin etməklə yanaşı, günlük intensiv istifadəyə qarşı dayanıqlılığı artırır və cihazın xarici hissəsinin deformasiya olmadan uzun müddət işləməsinə şərait yaradır. Əlavə olaraq qaynatma funksiyası sayəsində suyu istənilən an yenidən qızdıra bilərsiniz. Bu isə gün ərzində cihazı söndürmədən suyu qaynatmaq üçün əla həldir. Uşaqlı ailələr üçün isə child lock funksiyası əvəzsizdir. Cihazın üzərindəki sensor düymələr təsadüfi toxunmalara qarşı kilidlənə bilir. Bundan əlavə su səviyyəsi azaldıqda siqnal səsi ilə xəbərdarlıq etməsi modelin təhlükəsizliyini daha da artırır. Texniki xüsusiyyətlər bir tərəfə, gündəlik istifadədə sizi yormayan, əksinə rahatlıq verən bu cihaz həm funksionaldır, həm də illərlə rahatlıqla istifadə edə biləcəyiniz səviyyədə hazırlanıb. Əgər hansı termopodu seçəcəyinizə qərar verə bilmirsinizsə, bu model sizin üçün etibarlı bir başlanğıc olacaq. Yoshiro